Salam, hər vaxt xeyir dəyərli kanal izləyicilərimiz. Bugün sizlərə Masazır qəsəbəsi yeni Masazır yaşayış kompleksində belə bir 3 otaqlı mənzili təqdim edirəm. Mənzilimiz 11 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Tam paket sənəd ipoteka yararlı. Giriş hissədir. Girişdən sağda belə bir xudmani şkafı yığılıb. Dəhlizdir, sanitar qovşağıdır, mətbəxdir. Bunların hamısı isti döşəmədir. Və belə bir gözəl dolap yığılıb girişdən. Bunlar hamısı satış qiymətinə aiddir. Mənzilimiz tam əşyalı satılır. Gördüyünüz bütün əşyalar satış qiymətinə aiddir. Qonaq otağıdır. Döşəmə laminatdır. Qonaq otağında gördüyünüz stul hamısı satış qiymətinə aiddir. 2 eyvanı var. Mənzərə birbaşa düz göllədir. Yerləşmə yeri ideal yerdir. Bura isə uşaq otağıdır. Yəni mənzildə çox az yaşayış olubdur. Üzrü sayın. Lamşika yanmır burada, ona görə sizə işıq təqdim edə bilmirəm. Yəni gördüyünüz mebellərin hamısı membrandan yığılıbdır. Yaşayış demək olar ki, olmaz mənzildə. Qiymət ilk olaraq 130 min manat təklif olunur. Real alıcıya indirim olacaq. İpoteka yararlıdır. Sənədlər tam qaydasındadır. Burası isə yataq otağıdır. Yəni yataq otağında gördüyünüz yataq dəsti hamısı satış qiymətinə aiddir. Yerləşmə yeri ideal bir yerdə yerləşir. Mətbəx isə burada yerləşir. Mətbəxdə yenə dediyim kimi isti döşəmədir. Gözəl və səliqəli mətbəx mebeli yığılıbdır. Yəni bilənlər bilir. Bu yəni ucuzlu mebel deyil. Yəni evdə alınan bütün əşyalar hamısı bahalı əşyalardır. Bu soyuducu da yenə də satış qiymətinə aiddir. Və əlavə olaraq yenə də mətbəxdən eyvana çıxış var. Burada bir eyvan var, cam balkona yığılıb. Kombi isə burada yerləşdirilibdir. Paltaryan isə yəni burada yerləşir. Yəni belə deyək də bu qapının bağında yəni paltaryan görsənmir. Bir daha nəzərinizə çatdırım. Masazır qəsəbəsi yeni Masazır yaşayış kompleksi 3 otaqlı mənzil 88 kvadrat tam əşyalı. Qiymət ilkin olaraq 130 min manat təklif olunur. Real alıcıya indirim olacaq. Əlavə suallarınız olarsa 050 205 44 55 nömrəsi ilə əlaqə saxlayıb suallarınızı ünvanlaya bilərsiniz. Kanalımıza abunə olub bəyənməyi unutmayın. Öncədən təşəkkürlər.